Yeni mövzumuz. Əvvəl yeni mövzumuzun adını qeyd edək. Yox, pedaqoji prinsipləri deyəcəm əvvəl. Pedaqoji prinsiplər. Aha. Biz pedaqoji prinsiplərdən əvvəl hansı prinsipləri keçmişik? Didaktik prinsipləri keçmişik, elə deyilmi? Didaktik prinsipləri bir-bir hamısını bildikmi? Nədir? Hamısını bildik, bəli. İndi keçirik pedaqoji prinsiplərə. Pedaqoji prinsip nədir? Bayaq didaktik prinsip uşağın bacarığıdır. İndi pedaqoji prinsip biz müəllim kimi uşağa nə etməliyik? Pedaqoji tələblərimizi deyək. Bax, heç oxumayın PDF-i. Bir müəllim necə olmalıdır? Deyil, hər kəs öz fikrini verir. Savadlı olmalıdır. Bəli. Didaktik qabiliyyətli olmalıdır. Bəli. Hamıya eyni yanaşmağı bacarmalıdır. Kommunikativ bacarığı olmalıdır. Uşaq ləyaqətinə hörmət etməlidir. Uşaq Azərbaycançılıq ruhunda tərbiyə etməlidir. Bu pedaqoji tələblər idi. Bax, bu dediklərimiz sadəcə olaraq bir müəllimə verilən tələblərdir. Bəs pedaqoji prinsiplərimiz hansılardır? Bir, iki prinsipimiz var ki, onlar didaktik prinsiplərlə eynidir. Onlar hansılardır? Şəxsiyyət yönümlülük. Bax, şəxsiyyət yönümlülük. Bir də nəticə yönümlülük. Nəticə yönümlülük. Bu bizim qarşımızda. Necə də şəxsiyyət yönümlülük bilirsiniz də, uşağın nə idi? Uşağın bacarığıdır. Bacarığı. Bəs nəticə yönümlülük nədir? Əvvəlcədən planlı olmasıdır. Açar söz əvvəlcədəndir. Bu ikisi haqqında məlumatlısınız. İndi keçək yenilərinə. Üçüncünü də biləcəksiniz. Diferensiyallaşma. Diferensiyallaşma və fərdiləşmə. Aha. Fərdiləşmə. Bu bilirsiniz nədir? Uşaqlara necə yanaşmadır? Biz qanunlarda fərdi şəkildə yanaşmadır. Hansı didaktik prinsipə oxşadır? Uşağa fərdi yanaşma. Hansı didaktik? Ay, sağ olun. Uşaq yönümlüyə oxşadı. Uşaq yönümlülük. Bax, əgər desək ki, testdə tutaq ki, verir ki, uşaqların bir marağını nəzərə almaq hansı didaktik prinsipdir? Desə, deyəcəyik uşaq yönümlülük, çünki didaktikdir. Desək ki, hansı pedaqoji prinsipdir, götürəcəyik nə? Diferensiyallaşma və fərdiləşdirmə. Yəni bir şey var burada. Tez uşaq desək ki, əgər tərbiyəçi müəllim uşağın meyl marağını nəzərə alaraq məşğələ keçir. A variantında uşaq yönümlü veribsə, tez onu götürmüyor. Bir baxımın pedaqoji prinsipini soruşur, didaktik prinsipini soruşur. Didaktik prinsiplərlə pedaqoji prinsipləri qətiyyən qarışdırmayın. Çünki cüzi, adi bir səhvə yol vermiş olaraq. Yenə də deyirəm, əgər desək ki, burada bu ikisində əgər pedaqoji soruşursa, şəxsiyyət yönümlülük, nəticə yönümlülükdür. Didaktik də soruşursa, şəxsiyyət yönümlülük, nəticə yönümlülük. O olduğu kimi qalır. Onun bacarığı da, onun qabiliyyəti də olduğu kimi qalır. Amma pedaqoji prinsip diferensiyallaşma və fərdiləşmədir. Didaktik prinsip kimi uşaq yönümlülükdür. Aydın oldu üçüncüsü də. Sonra dördüncüsü. Dördüncü, pedaqoji prinsiplər asandır. Əyanilik. Bax, əyanilik nə olar? Tərbiyəçi müəllim necə məşğələ keçməlidir? Əyaniyə aiddir əyanilik. Yəni, əyani vəsaitlər. Bəli. Məsələn, bax, yenə də deyirəm. A hərfini belə bir situasiya verilib sizə ki, A hərfini uşağa tərbiyəçi müəllimə öyrədir, sonra plastirinlə işlədir. Hansı pedaqoji prinsipə aiddir? Nə deyəcəyik? Bəs desə hansı didaktik prinsipə aiddir? Aydın oldu. Yəni, əyanilik də hansı didaktik prinsipə oxşadır? İntegrativlik. Bax, bayaq dediyimiz kimi, sadəcə olaraq bizim işimizi çətinləşdiriblər. Pedaqoji prinsiplə mahiyyət eynidir, didaktik prinsiplə adlar fərqlidir. Aydın olur. Bax, pedaqoji prinsipdə diferensiyallaşma, fərdiləşmə deyir uşağın meyl marağına, didaktik prinsipdə uşaq yönümlülük. Şərti diqqətlə oxuyacaq. Yaxşı. Sonra pedaqoji prinsipdə əyanilik deyir, amma didaktik prinsipdə integrativlik deyir. Bəli, aydın oldu. Sonra keçdik 5-ə. 5 amma
Yəni didaktik prinsipin ikinci adı yoxdur. Əməkdaşlıq. Tərbiyyəçi müəllim necə olmalıdır? Hamının əməkdaşlıq etməyi bacarmalıdır. Ünsiyyət qurmağı bacarmalıdır. Kommunikativ bacarığı olmalıdır. Elə deyilmi Fidan müəllimə? Əməkdaşlıq elə əməkdaşlıqdır. 6-cı. İdrak fəallığı. İdrak fəallığı. Burada söhbət nədən gedir? Uşaq düşünərək nəyisə həyata keçirməlidir. Uşaqda idraki inkişaf sahəsinin formalaşmasıdır. Məsələn, puzzle oyunları. Puzzle o olur məsələn hər hansı bir meyvə və yaxud da heyvan fiqurlarının hissələri ayrılsa uşaq birləşdirir. Bax o idrak fəallığıdır. Birləşdirə bilirsə, diqqət, şəxsiyyət yönümlülüklə qarışdırmıyor. Uşaq şeir deyirsə, uşaq gözəl çıxış edirsə, o idrak fəallığı deyil. Sadəcə olaraq uşaq sırf diqqət psixi prosesini həyata keçirirsə, diqqətlə nəyəsə quraşdıra bilirsə, yapışdıra bilirsə, düşünərək onu həyata keçirirsə, bu da idrak fəallığıdır. Bu qədər. Pedaqoji prinsiplər budur. Bəli. Bir də hər birimiz birlikdə təkrar edək bir dənə. Demək, pedaqoji prinsiplərimiz, neçə pedaqoji prinsipimiz var? Bəs neçə didaktik prinsipimiz var? 9. Şəxsiyyət yönümlülük. Bilirik ki, uşağın nəyidir? Sonra ikinci. Üçüncü. Yəni uşaqlara necə yanaşmadır? Əyanilik. Olması hansı didaktik prinsipə əsaslanırdı? İntegrativlik, əməkdaşlıq, bir də idrak fəallığı. İdrak fəallığı da nə idi? Puzzle oyunları. Bəli, aydın oldu. Çətin deyil ki, yeni mövzu.